Değerli şagirdlər, deməli 5-ci suala baxaq. Rombun sahəsi bizə verilib 120. Diagonallarından biri verilib 10-dur. Tərəfi tap deyir. Rombumuzu çəkək. Ümumiyyətlə, rombun diagonallarla bağlı sahə düsturu nəyə bərabərdir? D1 vur D2, diagonalların hasilinin yarısı. Verilənlərdən istifadə edib digər diagonalı tapaq. Ondan sonra tərəfi tapa bilərik. Bizim diagonallarımız bunlar. Biri D1-dir, biri D2-dir. D1-imiz 10-dur. Və uşaqlar, yadınızdan çıxartmayın. Rombun diagonalları onun daxili bucaqlarının tən bölənləridir. Tən bölənləridir. Onda bütöv bu diagonal 10-dursa əgər bura 5, bura 5-dir. Digərini tapaq. 120 bərabərdir. 10 vurulsun D2 bölünsün 2. Buradan çarpaz vururam. 240 bərabərdir 10 D2-yə. Buradan D2 olur 24. Əla. Digər diagonalı da tapdım. 24. Deməli, ümumi 24-dürsə 12, 12. Bizdən tərəfi soruşmur. Bura bir A deyirəm. Aha, indi diqqət edin. Katet, katet, hipotenus. 5, 12 bizim A'mız olacaq 13. Yəni X desəm bura A'ya, yəni tərəf ümumiyyətlə A deyirəm. A kvadratı nə olmalıdır? 5-in kvadratı plus 12-nin kvadratı. Buradan A kvadrat olur 25 plus 144. A kvadrat olur 100, deməli 169. A olur 13.